Bugün deyək, hansı bir çempion qəzetini götürək, Futbol Plus qəzetini götürək və yaxud da digər qəzetləri və yaxud da televiziyaları, hansı biri Foxu sərbəst şəkildə dəvət edir, ondan müsahibə alır və yaxud da reportaj hazırlayır. Mümkün deyil bu. Amma medianın bir məşqçinin olmalıdır. İşində böyük bir təsiri var. Bu bizim pro kateqoriyalı məşqçilər kurslarını da keçmişik. Yəni orada da bir əsas vəzifələrdən biri də oldu ki, məşqçinin media ilə ünsiyyəti qurmağı bacarmalıdır. Bunu Azərbaycana gələn məşqçilərdən ən yaxşı bacaranı Makedoniyalı Haytiyevski. Bəli. Adam həqiqətən Azərbaycanlılaşdı bir növ. Yəni bir media bir məşqçini qaldıra da bilər, necə deyirlər, bir məşqçini zaman Məsələn, bu günləri Milinko Pantisi götürək, çox sərbəst şəkildə gedir, verişlərə də qatılır, müsahibələrini də verir, oyun öncəsi, oyundan sonra açıqlamalarını da verir və özünüz görürsünüz ki, Bakı klubu nadir klublardan bugün biridir ki, oyun öncəsi məşqçinin fikirləri gedir mətbuatda. Bu çox gözəldir. Bu, bilirsiniz, artıq İspaniya modelidir. Oradan gəlib insan. Artıq öyrəşibdir. Bəlkə də o özü məcbur edir həmin o mətbuat xidmətinin nümayəndə gəlin məndən açıqlamamı götürün. Ancaq Yuri Semini görmürük, yoxdur. Necə ki ondan qabaq Yuran vardı. Yuran da televiziya verişlərinə çıxmırdı. Ancaq Rusiyada biz onu görürük ki, necə verişlərə çıxır. Yəni belə hallar var. Bəli, Toşak biraz ünsiyyətçil idi. Toşak biraz ünsiyyətçil idi. Çünki zarafat yana həmişə də çıxırdı. Elnur bir məqam 80-ci illər Türkiyə yadınıza gəlirmi? Yupdevi var, Piyanetek, onun ətrafında Türklər işləyirdi. Fatih Kerim geçdi. Mustafa Dənizin özü, bəli. Yaxşı olardı ki, onun ətrafında Azərbaycan, Arif müəllim, Ərlan müəllim, Göybalı müəllim, bizim yerli kadrolarımız olmalıdır ki, o az müddətdə bizim... Bilirsiniz İslam müəllim, bu 6-cı veriliş gedir, Top-Topun verilişi. 6 verilişin 5-də bizim verilişin qonağı olan futbol adamları işsiz adamlar olublar. Yəni bu günləri Arif müəllim də indi tali ilə gətirib ki, işsiz olaraq bugün bizim verilişdə iştirak edir. Yəni Vəli Qasımov olub, Ağasəlim Mirzavadov olub, Yunus Hüseynov olub. Bu insanlar çalışmalıdır. Biz bunu dəfələr demişik. Bu insanlar futbolda olmalıdır. Bet Fox'un köməkçi kimimi və yaxud da hansısa yaş qruplarının baş məşqçisi kimi, klublarda baş məşqçi kimi və yaxud da hansısa proyektlərin rəhbəri kimi mütləq olmalıdır. Mütləq. Bəli, mütləq olmalıdır. Mütləq olmalıdır. Çünki onların məsləhətlərinə ehtiyacımız var. Arif Əsədov gənclər arasında SSR seçmə komandası heyətində dünya Avropa çempionu oldu. Yəni nə bu insan deməli kimləri görüb, hansı yarışları görüb, gəlib fikirlərini səsləndirə bilərdi. Neftçinin baş məşqçisi kimi çempion olubdu. Çempionlar Liqasının təsnifat mərhələsində iştirak eləyibdi. Yəni artıq bir müəyyən təcrübə var da. Eləcə də Yunus Hüseynov ki, Avropa kuboklarda mərhələdir. Vəli Qasımov da harda oynamayıb ki, Portuqaliyada, İspaniyada, Rusiyada ilk çempionatın bombardiri olubdu bu adam. Yəni biz bunu dəfələrlə demişik. Hər halda bugün iş verən də biz deyilik. Yəni bu baxımdan o məntiq iş vermək. Yəni kimisə işə qoymaq biz deyirik. Və bu adamlar da yəqin ki bizim bu verişlərə baxırlar, izləyirlər. Valla biz bunu yalnız və yalnız Azərbaycan futbolunun xeyri naminə deyirik, inkişafı naminə deyirik. Sözdə qüvvət, yəni bugün federasiyada Azərbaycan Futbol Federasiyası Assosiasiyasında müəyyən departamentlər var. Hər departamentdə şöbələr var. Hər şöbələrdə işçilər var. Yəni bunlardan belə deyək, biz tədbirlərə qatılırıq, tədbirlərə gedirik və yalnız orada heç kim, sanki bizi heç kimi tanımırıq. Sanki bu Futbol Federasiyasında çalışan adamlar deyil. Yəni bütün təcrübələrdə görünüb ki, Futbol Federasiyasında futbol oynamış, tərli maykadan çıxmış insanlar çalışmalıdır. Mən əminəm ki, bir daha da əminəm ki, oradakı bəzi şəxslər bəlkə heç top siləyə bilmirlər. Mən buna əminəm. Halbuki federasiyada çalışan insanlar futbolçunun hansı istər keçirdiyini bilməlidirlər. Mən sizdən razıyam Ergiz qardaşım. Yəni bu tək futbolçulara şamil edilmir. Yəni bu insanlar çalışmalıdır, işləməlidirlər. Həm də elə insanlar var ki, bunlar menecerlər ola bilərlər, jurnalistlər ola bilərlər ki, futbolu daha dərindən bilirlər. Onlara da şərait yaratmaq lazımdır ki, müəyyən o təşkilatlarda, klublarda çalışsınlar, işləsinlər ki, öz bilikləri ilə bölüşsünlər. Bu yalnız və yalnız Azərbaycan futboluna xeyir verə bilər. Yalnız və yalnız AFFA prezidenti Rövnəq Abdullayevin xeyrinə ola bilər. Yəni kim istəmir? Bəyən mən istəmirəm milli komandamız yaxşı inkişaf eləsin, sabah Avropa dünya çempionatına çıxsın, yoxsa Arif Əsədov istəmir, yoxsa Elgis Abbasov istəmir. Yəni bunu mən demək istəyirəm. Yəni biz bunu daha ürəkdən istəyirik, daha yaxşı istəyirik. Həm də ki peşəkarıq, bu işin sahibiyik, yiyəsiyik və biz daha yaxşı məsləhətlər verə bilərik. Yəni ona görə də bu Fox bizi bir qədər uzaqlaşdırdı çempionatımızdan. İndi istərdim Seyran, orada suallar var. Yəqin ki ünvanlayıblar Arif müəllimə, İslam müəllimə. Var, bəzi hətta bir sual var idi burada. Düzdür, bu daha gec gəlib. Sadəcə
sözün tam belə yerinə düşdü. Sual verildi ki, Berti Fox qalsın, yoxsa getsin? Bax belə bir... Artıq bunu dedik. Yəni Arif müəllim dedi ki, qalsın. Əgər legionersə qalsın. İslam müəllim dedi ki, qalsın. Belə fikir, bəli, futbolçuların fikri ilə razılaşdı. Elgiz qardaşımız da müəyyən öz fikirlərini bildirdi ki, yəni qalmaq üçün nə etmək lazımdır? Bəli, mən də o fikirdəyəm. Müəyyən orada müqaviləyə fikir verilməlidir, iş prinsipini dəyişməlidir. Kurort turizm yeridir. Əlbəttə. Alt dağları deyil, gəlib burada istirahət edəsən. Doğrudur. Buyurun. Hə, yaxşı bir sözdür. Mən onlar öz fikirlərimi də deyim. Siz gözəl sözdünüz ki, bizim futbolçulardan bir də məşqçilərdən intervyu alanlar azdır. Yəni bu jurnalistlərdən söhbət gedir. O nədən irəli gəlir? O futbolçuların və məşqçilərin imtina eləməsi, yoxsa jurnalistlərin daha aktiv işləməsi? Sadəcə biz bildirdik ki, hansısa məşqçi qatılmır bu müsahibələrə. Bu gün kifayət qədər Azərbaycanda idman portalları da var, kifayət qədər futbol saytları da var. Yəni bu çoxdur. Heç deyərdim ki, Rusiyanın özündə bu qədər sayt yoxdur. Doğrudur mu Elgiz? Heç İspaniyanın özündə bu qədər adı var özü. Bəli, İspaniyanın özündə bu qədər futbol saytları yoxdur. Bu gün var. Bu gün idman jurnalistikasına hardansa göydən zəmbillə düşənlər də var. Halbuki heç bu sahəni çox dərindən də bilmirlər. Bu bizim yaralı yerimizdir. Ancaq məşqçilərimiz, futbolçularımız da özü bir qədər diqqətli olmalıdır. Və sizi inandırıram, bu verilişə qonaqlar çağırarkən biz hansı çətinliklərlə üzləşirik. Yəni bugün çempionatın bombardiri verilişə gəlmək istəmir və yaxud da hansısa bəhanələrlə aradan çıxır. Səbəb bilmir. Valla danışmaq istəmirlər, bəlkə auditoriya qarşısına çıxmaq istəmirlər. Bu yalnız və yalnız onların xeyrinə ola bilər. Yalnız və yalnız xeyrinə ola bilər. Burada başqa bir söhbət ola bilməz. Canlı yayımdır. Hər bir insan sözün deyir. Bugün Arif Əsədov sözün deyir və o tamaşaçıya çatır. Və biz burada onu məcbur edirik ki, bu sözləri denən. Yox. Buyurun, xahiş edirəm. Məncə futbolçu gəlsə əgər özünü sevdirə bilər. Daha da tamaşaçıya özünü sevdirə bilər. Bilirsiniz, bir qədər bu müğənnilərdə gözəl hal var. Hara dəvət edirlər, gedirlər. Futbolçular da bundan istifadə etsələr daha yaxşı olar. Məncə də. Amma digər elə xarici futbolda futbolçular artıq futbol yox, ulduzlardılar. Bizdə biraz başqa cürdür. Salam İslam müəllim, deməli siz 99-cuların arasında perspektivli futbolçu görürsünüzmü? Bildiyiniz kimi 2016-cı ildə Azərbaycanda 17 yaşların Avropa çempionatının final mərhələsi keçiriləcək. Mən o komandanı görmüşəm. Təbriz müəllim başçılığı o komandaya. Çox gözəl uşaqlar var. Yəni orada Hüseyn Qasımzadə, Gülağa Mehdiyev, Bahadur Həziyev, qəşəng komandadır. Təsəvvür mən hiss edirəm komandamız uğurlu çıxış edir. Yəni ki, Arif müəllim bu komandanı görüb seleksiya işini düzgün aparmaq lazımdır. Bölgələrdən uşaqlar dəvət olunmalıdır. Çox gözəl komandamız. O yaşa bu gün diqqət böyükdür. Elə götürək məsələn Bakı klubu o yaşlı futbolçulardan atletikaya da göndərir ki, orada da təlim məşq toplanışlarında iştirak eləsinlər ki, yəni onlar artıq Avropa futbolunun tempini, sürətini görüb ki, o dünya çempionatında necə deyirlər, iştirak eləsinlər, yəni lazımi səviyyədə iştirak eləsinlər. Buyurun. Deməli, bir SMS var. Elgiz müəllim, saytlar klublardan reklam pulu alırsa, onlar klublardan aslı vəziyyətə düşür və nəticədə obyektivlik itir. Niyaz yazdı bunu. Elgizdən başqa mən də bu suala cavab verəcəm. Buyur Elgiz. İlk növbədə suala görə təşəkkürlər. Yəni bugün belə deyək, bəli, bəzi saytlar var ki, sadəcə reklamı alırlar, onlardan asılı vəziyyətə düşürlər. Elə saytlar da var ki, reklam müqavilələrində qeyd olunur ki, yəni bu sayt bu klubun deyil. Sadəcə bu bizdə belə qəbul olunur ki, reklam aldınsa sən deməli o sayta kluba işləyirsən. Bu bizdədir, Azərbaycandadır. Amma digər ölkələrdə, Avropa ölkələrində belədir ki, sadəcə siz əməkdaşlıq edirsiniz. Mən sizi reklam elədiyimə görə siz mənə müqavilə qarşılığında pul ödəyirsiniz. Yəni mən bu prinsipi əsas tutmuşam həmişə. Heç bir klubdan asılı deyiləm. İstənilən kluba yaxşı tərəfində deməyə hazıram, pis tərəfində deməyə hazıram. Demişəm də, deyirəm də, deyəcəyəm də. Yəni bu belədir. Yəni bunu hər kəs belə bilsin. Sadəcə mənim imzaladığım rəsmi müqavilələrin bəndində belə bir bənd daxil olur ki, yəni bu sayt və yaxud qəzet bu klubun deyil. Sadəcə bu sayt və yaxud bu qəzet bu klubu reklam eləmək üçündür. Elgiz münasibətini bildirdi, mən də imkan varsa deyim. Çox təəssüf ki, Elgizin fikrində olan jurnalistlərimiz bugün çox azdır. Saytlarımız çox azdır. Yəni bunu bildirmək lazımdır və nə yazıq ki, bugün Azərbaycan futbolunda vəziyyət bu hala çatıb ki, həmin o saytlar, həmin o futbol klublarından asılı vəziyyətə düşüblər. Bu da
önəmli bir faktor. Özü də necə asılı vəziyyətdə. Yəni orada elə bir məbləğdən söhbət gedir ki, Elgiz də bunu bilir. Çox bu yəni nə bilim belə balaca bir şeydir. Xırda. Yəni xırda bir şeydir. Ona görə də fikrimcə bununla bağlı müəyyən işlər də aparılmalıdır və deyərdim ki, o qeyri-peşəkarlar ələnməlidir, ələkdən keçməlidir və peşəkarlarla da iş daha başqa səviyyədə qurulmalıdır. Bəli, mənim də iş prinsipimdə bunu əsas tuturam ki, hansısa klubdan asılı vəziyyətə düşməmək, hansısa nə bilim federasiyadanmı, təşkilatdanmı asılı vəziyyətə düşməmək, ancaq bu çox vaxtı alınmır da. Çünki pulu verir və nəyisə tələb eləyir. Hansısa oyunda problemi yaranır hakimlər uduzan kimi. Aha, gərək həmin oyunda sən o hakimi vurasan, sən nə bilim nəsə eləyəsən. Yox, bilirsiniz, çox çətindir buna da getməmək. Çünki saytı da yaşatmaq üçün hansısa addımları atmaq lazımdır. Ancaq bugün futbol klublarımız, həmin o federasiyalar, təşkilatlarımız da özləri bu məsələyə bir qədər başqa bir prizmadan baxmalıdırlar. Nəyə görə deyirəm? Çünki onlar qiyməti verməlidirlər, o önəmi verməlidirlər. Bu günləri hər hansı bir futbolçunun, hər hansı bir klub prezidentinin, hər hansı bir klubun fəaliyyətinin tanınması bax bu mediadan asılıdır. Ona görə də ona diqqəti artırmaq lazımdır. Kimsə demir ki, gəl hansısa 500 manat, 1000 manat, 2000 manat rüşvəti ver, istədiyin orada açıqlamanı verdir və yaxud da yox. Görürsən ki, bu insan peşkardır, öz işinə professional yanaşır və ondan da sən də bəhrələn və istifadə et. Bəyən bunun nəyi pisdir ki? Bəyən bu günləri Bakı, Fransada və yaxud da İspaniyada hansısa projeləri həyata keçirirsə, orada jurnalistlərin də hər birinin ona mövqeyi və yaxud da fikri eynidir. Əlbəttə, o işlandırmaq da başqa cürdür orada. Orada da müəyyən onların da müqavilələri var klublarla, o həmin o sponsorlarla. Yəni bu baxımdan bizim klublar da bir qədər fəal olmalıdır bu işdə. Yəni mən bir şey üzr istəyirəm, bir şey də vurğulayım. Buyurun. Elə insanlar var ki, şəxsən mən onları bu gün də qınayıram, həmişə də qınamışam. Elə insanlar var ki, sırf həm məlumdur ki, bu gün Azərbaycanda futbol sektorunda maliyyə vəsaiti qoyulur, maliyyə vəziyyəti yaxşıdır. Və elə insanlar var ki, sırf bundan istifadə edərək sayt açır. Adı da yəni dırnaqarası saytda bunun. Oradan buradan mənim yazdığımı, sənin yazdığı, digərin yazdığını, yəni işləyən jurnalistlərin yazdığını kopyalayıb, copy-paste ingiliscə atır və salam. Elə bilir ki, saytda işlədir. Və bu məqsədi sayt yaratmaq və klublardan pul almaqdır. Bu məqsəd budur. Başqa bu məqsədə heç bir şey yoxdur. Bəlkə mən adını çəkməyəcəm. Bir nəfərə gəlmişdi və dedim ki, sən Azərbaycan futbolundan ümumiyyətlə nəsə bilirsən, ümumiyyətlə kimisə tanıyırsan Azərbaycan futbolundan. Mənə dedi ki, tanıyıram, hə. Dedim, indi bəlkə də biraz etikadan kənar dedim, Banişevskidən müsahibə ala bilərsən. Mənə dedi ki, rus dilini bilmirəm. Amma halbuki bu bilməlidir ki, Banişevski artıq dünyasını dəyişir. Banişevski artıq dünyasını dəyişir. Banişevski Azərbaycan futbolunun əfsanələrindəndir. Banişevski necə yaşayıb, hansı həyat tərzini sürüb. Yəni belə dərinliyi bilən insanlar çox azdır. Çox təəssüf ki, mən bir şey daha aşıya çıxım. Bayaq dedi ki, yəni klublardan asılı vəziyyətə düşmə məsələsini toxundu. Yaxşı adıma da 2006-cı ildə çempion qəzetine gələndə mən nə pul fikirləşirdim, heç bir şey fikirləşmirdim. Sadəcə deyirdim ki, həyəcanla əllərim əsli yazı yazırdım ki, yəni bu yazı ən azından saytda, qəzetdə getsin və bilmirdim ki, bunun qarşılığında mənə nə verəcəklər. Məsuliyyət. Mən bunu bilmirdim. Mənə deyiləndə ki, bu yazını qəzetçini işləyəcəksən deyəndə, artıq məndən neçə kilogram tərk etdim. Amma indi o yoxdur. Bəlkə indi də yadımdadır həmin məsuliyyət, indi də yadımdadır. Yəni mən yenə demək istəyirəm. Bəziləri var ki, məsələn, qurun oduna belə deyək, yaşla yanır. O bilirsən, əlbəttə, çoxluqdur. Bugün o insanlar, sizin o danışdığınız adamlar çoxluq təşkil edirlər. Həmin o klublardan asılı vəziyyət düşən saytlar çoxluq təşkil edirlər və nə yazık ki, onların sözləri keçir. Onların mövqeyi keçir. Onların hardasa yaydıqları şayələr gedir. Onların kimlərəsə artdığı şərlər bu günləri gündəmdədir. Söhbət ondan gedir. Elnur Əşrəfoğlu 91-ci ildən idman jurnalistikasındadır. Mən yəni 525-ci qəzetdən tutmuş, üzü bəri yazılarım çıxıbdı. Mən televiziyada hansı işlərdə olmuşam, bu göz qabağındadır. Elgizi hardasa 10 ilə yaxındır ki, tanıyıram ki, bu adam idman jurnalistikasındadır. Yəni 8 ildir, 9 ildir. Bunlardan da, amma bu günləri dünən gələn bir insan, 5 nəfər, 6 nəfər yığışırlar bir çayxanaya, otururlar, söhbət edirlər və kimisə şərləyirlər. Kimiz harasa nəsə fikir yaradırlar və bilməyə heç bilmirə futbol neçə nəfər oynayır. Söhbət ondan gedir. Futbola futbol deyir, futbol deyir, nə deyir. Ancaq heç bilmir futbolu 11 nəfər. Offside necə olur oyundan kənar vəziyyət, onu izah edə bilməz. Ancaq bu gün nə yazır ki, onlar müəyyən idman departamentlərində rəhbər oturublar, müəyyən yerlərdə işləyirlər. Bax bu pisdir. Məhz ona görə bəzən futbol adamları müsahibələrdən qaçır ki, səndən çıxartdı, sənin ağzından çıxan sözləri başqa cür deyir. Əlbəttə, alqışlayaram, elə insanlardan qaçsanız alqışlayaram. Alqışlayaram.